Sən qurbanlardan zövq almazsan, yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan. Maraldır, niyə Rəbb bunu deyir? Niyə Rəbb razı deyildi qurbanlardan artıq? Və 50-ci məzmurda isə bu sözlər yazılıb. Deyir, qurbanlardan ötürü səni tənbih etmirəm. Yandırma qurbanlarını həmişə görürəm. Tövləndəki buğanı, ağlındakı təkəni səndən qəbul etmirəm. Açsam sənə demərəm. Çünki dünyadakı hər şeyə sahibəm. Məgər mən buğa ət yeyirəm. Məgər mən təkə qan içirəm. Biz görürük ki, Rəbb sanki insanların gətirdiyi o qurbanlardan ikrah edirdi, iyrənirdi bir növ. Niyə axı Rəbb özü istəmir ki, onlar qurban gətirsinlər? Bilirsiniz niyə? Çünki onlar qurbanın həqiqi təyinatını unutmuşdular. Qurban artıq imandan çıxıb bir dini rituala, bir adətə çevrilmişdi. Onlar günah edirdilər və sonra dedilər, mən aparım qurbanı təqdim edeyim və artıq bu adət bir haldır. Artıq bu imana əsaslanmırdı. İstəyirəm ki, indi bugünkü həyatımıza gətirək bunu və hər birimiz baxaq, bugün bizdə iman dini rituala çevrilməyib ki. Məsihə olan iman. İstəyirəm ki, hər birimiz dayanaq və özümüzə sual verək. Bugün mən Allahın evinə niyə gəlmişəm? Səbəb nədir? Sadəcə boş vaxtım var idi ona görə. Sadəcə adətdir, hər dirilmə günü bura gəlirəm onun üçün. Sadəcə bir imanlı borcumu yerinə yetirirəm, onun üçün bura gəlmişəm. Yoxsa hansısa bir səbəblərim var, kiməsə görə gəlmişəm, nəyəsə görə gəlmişəm. Yoxsa həqiqətən Məsihə olan imanımdan və sevgimdən gəlmişəm. Bugün mən kəlamı niyə oxuyuram, niyə dua edirəm? Sadəcə imanlı borcumdur və yaxud da mənə deyirlər vəzlərdə ki, bunu etməlisən deyə edirəm. Yoxsa həqiqətən bu imandan gələn bir şeydir. Mən demirəm ki, bunlar lazım deyil. Bunlar lazımdır, amma bunlar imandan gəlmirsə, bu sadəcə bir dini qayda qanundur. Və bunun bizə heç bir faydası yoxdur.